Bernard Arnault, o Louis Vuitton, Dior, Fendi, Givenchy, Moet Chandon ve yüzlerle meşhur brendin sahibidir. Bəs bu adam necə oldu ki moda ve lüks sənayesinin kralına çevrildi? 1984-cü ildə Dior markasının sahibi olan bir şirkət iflas edəndə Arnault fürsəti qaçırtmadı. O bu şirkət alaraq lüks sənayesinin ilk addımını attı. Daha sonra Louis Vuitton, Givenchy, Fendi, Bulgari kimi markalar da öz imperiyasına əlavə etdi. Bundan sonra LVMH qrupunu qurdu. Bugün LVMH dünyanın en böyük lüks şirkətidir. Onun nəzarətində 75-dən çox brend var və milyardlarla dollar gəlir əldə edir. Bernard Arnault sadəcə iş adamı deyil, sənətə və musiqiyə də böyük maraq göstərir. O Fransanın ən nüfuzlu insanlarından biridir və dünya liderləri ilə yaxın münasibətləri var. Təsadüfə baxın ki, Bernard Arnault da kasıb bir ailədən gəlmirdi. Atasının Ferret Savinel adlı tikinti və sənaye şirkəti Fransa üçün vacib bizneslərdən biridir. Arnault universiteti bitirdikdən sonra atasının şirkətində işləməyə başladı və bir neçə ildən sonra onu tamamilə idarə etməyə başladı. Onun əsas biznes karyerası Ferret Savinel şirkətini daşınmaz əmlak sektoruna yönəltməsi ilə başladı. Bu uğur ona böyük sərmayə qazandırdı. Daha sonra isə Dior və digər lüks brendlər alaraq LVMH imperiyasını qurdu. Yəni Bernard Arnault ilk biznes təcrübəsini və sərmayəsini ailəsindən aldı. Atasının qurduğu şirkət ona həm maliyyə, həm də idarə etmə təcrübəsi